Bunlar mənim iynə yarpaqlarımdır. Niyə bu videonu çəkmək istədim? Çünki ildə bir dəfə, yalnız aprel və mayın əvvəli, aprelin ortasından sonra iynə yarpaqlılar bizim iqlimdə yeni yarpaqlar verirlər və onların yeni yarpaqları ilə köhnənin təzadı və gözəlliyi çox maraqlı bir görüntü yaradır. Bu mənim demək pixtamdır. Bu isə yolkadır. Görün necə gözəldir. Bunların əslində Azərbaycanca adlarını bilirəm. Mazı, qara çöhrə. Maraqlı adları var əslində. Bunları bir yerə yazmışam. Yolkam belə gözəl. Demək 10-11 il bundan qabaq əkmişəm. Baxın necə gözəl olublar. Düzdür, mən buradakı cığırımı darlaşdırıblar. Biraz bunları buduyuram. Və bir-birinə keçiblər artıq. Adam əkəndə bilmir, həm də təcrübəsizlik. Baxın, belə gözəl boyları bir-birlərinə yarışa giriblər. İkisi bir-birinin yanındadır. Sonra bu tisdir, qara çöhrə. Bunun da yarpağının yenilənməsi belə maraqlıdır. Bu da çox gözəl bir ağacdır. Onun arxasında Arizona sərvidir. Bunların yarpağın yenilənməsi o qədər də fərqlənmir, yəni. Arizona sərvidir, bunlar isə adi sərvlərdir, kiparislər. Bu tuyadır, bu mənə Moskvadan gəlib. Podrugam Nadia göndərmişdi mənə. Bu da şar formalı tuyadır. Çox maraqlı bir tuyadır. Bu możжевельникdir, ardıç ağacı, ardıç. Bu isə, bu da iynə yarpaqlı sayıla bilər, bəlkə də tamarixdir, yolğun. Çox gözəl bir görüntüsü var. Bu heç bu mirtdir, bu isə limonlu sərvdir, baxın. Bunu mən düz 11 il qabaq əkmişəm. Belə bir forma vermişəm, şükür hələ ki sağdır. Bizim istilərə bu yalnız dözür. Bu da sərvlərimdir. Sərvlər möhtəşəmdir. Bəzilərini qar əyib sındırdı. Elə bir 1, 2, 3, 4, 5 dənə sərvim var amma burada. Bu Eldar şamıdır. Bunun üstünə glitseniyanın yarpaqları tökülüb. Mənim Eldar şamımdır. Bu da bir tuyadır. Kalonvari tuya, özü belə olub. O qədər də budamıram bunu, özünün forması belədir. Burada da bir balaca tisim var. Bu Himalay şamıdır, Sasnagornaya. Yox, Sasnagornaya deyir, Himalay dağ şamını göstərəcəm sizə. Bunu da çox maraqlı. Kedri, daha doğrusu kedri. Himalay kedridir bu. Bunun da çox maraqlı görüntüsü olur. Bunun yanında da bir dənə tuyan var. Bu da qardan böyle yaxşı çıxdı, bağlamışdım ki, qar yarpaqlarını əyməsin. Bu İtalyan dağ şamıdır. Biraz yeri kölgədədir, gec inkişaf eləyir. Ümumiyyətlə mən iynə yarpaqları çox xoşlayıram. Onlara xüsusi məhəbbətim var. Onların ətrini çox xoşlayıram. Qoxusunu, yarpaqlarını. Bunlar hamısı özüm çiliklə bitirdiyim możжевельникlərdir. 1, 2. Burada da biri var. Belə. Bu konfet ağacıdır. Öndəki. Belə, sağlıqla qalın.